Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə bir yerdə məktəbli çantamı quracağam. Hazır məktəb başlamışkən belə bir videonun uyğun olduğunu düşündüm. Gəlin onda videomuza keçək. Çantam bu şəkildə əslində sadədir və mən onu düzəltmək üçün birkaç aksesuar taxacağam. Birincisi bu şəkildə anahtarlıqdır. Onu taxdıqdan sonra belə bir qələmlik kimi bir şey var. Yəni kaşlok da demək olar. Onu taxıram. Bu çantanın özündə gəlmişdi mənə. İndi əlavə olaraq çantama o həmin o kaşlok hissəsini doldururam. Burada bir açar var, ona qoyuram. Evimin açarıdır. Daha sonra əlavə olaraq keçirəm kiçik hissəyə. Bu kiçik cibə isə bəzi təmizlik vasitələri kimi əşyaları qoymağı düşünürəm. İlk öncə onun içinə qoyuram bu şəkildə yaş salfetkalar. Bu bir manatdan bir manat almışdım. 4 dənədir və hər bir balaca hissəsində 8 ədəd salfetka var. Yanına da quru salfetka əlavə edirəm. Təbii ki də bir manatdan yenidən aldığım bu şəkildə 2 dənə şişə var. Yəni şişə deyirlər də. Bunların içinə birinin içinə spirt qoyacağam, birinin içində öz parfümüm var, onu qoymağı düşünürəm. Çünki arada lazım olur. Bu arada videonun kalitəsinə görə üzr istəyirəm. Bu hələ mənim təzə videolarımdır. Düşünürəm ki, daha kaliteli hala salacağam və əgər bu şəkildə bəyəndinizsə, videoya like atmağı və yorumlarda belirtməyi unutmayın. Mən nə qədər bunun içinə spirt doldurum gəlirəm. Spirti doldurdum və Temu'dan aldığım bu şəkildə kitab ayracı var. Onu daha sonra kiçik notlar üçün istifadə edəcəyim kartcıqları qoyacağam. Bunlar həqiqətən çox əlverişli məhsullardır və əlimdə də 2 dənə fosfor var, onları da qoyacağam. Çünki bəzən qələmqabda yer olmadığında o hissədə qalması idealdır. Ən qabaqdakı mini kaşoka birkaç da əşya daha əlavə edəcəyim. Burada kiçik bir kaşokum var. Gördüyünüz kimi həmin o kaşoka yenidən bir neçə əşya qoymağı düşünürəm. Rezin qoyacağam, çünki məsələn saçım falan dağıldığında bəlkə də istifadə etməli olacağam və ya acil durumlarda. Və əlavə olaraq yenidən acil durumlarda istifadə etmək üçün kiçik saqqız qoydum və nanəldir. İndi isə keçirəm dəftər və kitab yerləşdirməyə. Dəftər yerləşdirmək üçün çantanın daha kiçik bir hissəsini açdım və ora bir neçə dəftərimi qoymağı düşünürəm. Həm daha düzənli olacaq çantam və bu şəkildə daha rahat hər şeyi tapa biləcəyimi düşünürəm. Dəftərlərimi sıra-sıra yerləşdirirəm və ən üstdə də daha kiçik dəftərlərimi qoyuram. Bu şəkildə çantamı yerləşdirdikdən sonra isə artıq qələmqabımı düzəldirəm. Qələmqabımın içində maytit, bənövşəyi, qırmızı, qara kimi rənglərdə ruçkalar qoymağı düşünürəm. Çünki bəzən qeyd alanda insanın rəngli qələmlərə ehtiyacı olur. Bu hissəsində pozanlı qələmdir və mənə hədiyyə vermişlərdi. Mən qələmqabımı düzməyə davam etdikdə siz kanalıma abunə olub videoma like ata bilərsiniz. Əgər bunu eləsəz çox sevinərəm. Belə daha artıq böyük bir sadə qələm qoymağı planladım. Çünki yəni kiçik sadə qələmlərlə yazmaq biraz çətin olmağa başlayır. Qələmqabımı da bura qoyuram və çox daha düzənli olduğunu düşünürəm. Bir çox əşyalarımı yerləşdirdim və artıq qaldı sadəcə dərslik kitablarını qoymaq üçün yer. Bu hissəyə isə sadəcə dərslik kitablarımı qoyacağam və iş dəftərlərim lazım olanda iş dəftərlərini qoyacağam. Gördüyünüz kimi fizika, ingilis dili, rus dili kimi dərslərimiz var. Onları yerləşdirirəm. Ən sevdiyim gün artıq birinci gündür. Çünki birinci gün düzəməli heç bir dərsimiz yoxdur. Bütün kitablarımı yerləşdirdim və videom bitdi. Sizi çox sevirəm. Əgər videomu bəyənsə like atmağı unutmayın. Yenə deyirəm, bu şəkildə bugün videom kalitəsiz ola bilər. Amma çalışacağam daha kaliteli videolar çəkim. O zaman Rubinin videosu bitdi. Bye bye.